Liverpool'la bir bağlantımız var. Elə Liverpool şəhərindən, Liverpooldan Qarabağ azarkeşi Sevinç xanımın bizə bağlantısı var. Daha öncə biz onu Qarabağın oyunlarında stadionda görürdük. O Qarabağın azarkeşidir, amma indi tale ilə gətirdi ki, Liverpoolda yaşır və bugün bu möhtəşəm oyunu canlı Liverpoolda bu həyəcanı yaşaya bilər. İstərdik ki, elə Sevincin fikirlərini bizdə, elə tamaşaçıların diqqətinə çatdıraq, eşidək, görək o bugünkü oyundan öncə hansı fikirdədir. Salam, hər vaxtınız xeyir olsun. CBC Sportu və 90 dəqiqə verilişinin izləyicilərini salamlayıram. Bildiyimiz kimi, bugün Çempionlar Liqasının liqa mərhələsində sonuncu turda Liverpool Anfield Roadda Qarabağı qəbul edəcək. Bu maçdan öncə onu qeyd etmək istəyərdim ki, Liverpool Qarabağın indiyə qədər qarşılaşdığı ən titullu, ən nəhəng komandadır. Elə təkcə Çempionlar Liqasını 6 dəfə qazanmış olması bunun sübutudur. Qarabağın hal-hazırda növbəti mərhələyə keçmək üçün şansları çox yüksəkdir. Hətta bugün məğlub olsa belə, amma bilirik ki, buna qədər şanslarımız öz əlimizdə olmayanda və paralel oyunları gözləyəndə həmişə əlimiz boş qalmışıq. Ona görə də çox istərdim ki, bugün Qarabağ 1 və ya 3 xalı Anfielddən özü alsın və növbəti mərhələyə keçməsini də özü təmin etsin. Və mən uzun illərdir Qarabağ və Liverpoolun hər ikisini dəstəkləyirəm, hər ikisini azarkeşiyəm. Baxmayaraq ki, mən futbolu Liverpoolla sevmişəm, futbol azarkeşi olmağım Liverpoolun sayəsində olub, amma mənim üçün Qarabağ tamam başqa bir yerə sahibdir ürəyimdə. Ona görə də mən bugün səfərdə Qarabağ üçün ev sahibi olacağam. Əslində bu çox gözəl bir duyğudur, gözəl bir hissdir. Mən bunu sözlərlə necə ifadə edeyim bilmirəm. İki sevdiyim komandanı illər sonra bu şəhərdə birlikdə bir-birinə qarşı oynamasını izləmək və buna ev sahibliyi etmək mənim üçün, yəni bu yaşıma qədər olan ən gözəl bir hadisədir deyə bilərəm. Hal-hazırda Liverpoolun vəziyyəti o qədər də yaxşı deyil, yəni qənaətbəxş deyil. Düşünürəm ki, Qarabağ bundan istifadə edə bilər və biz bilirik ki, Qarabağ səfərdə həmişə daha yaxşı oynayır və biz həmçinin də onu bilirik ki, Qarabağ üstündə təzyiq yoxdur bu dəqiqə. Düzdür, Qarabağ bizi pis öyrəşdirib. Biz hər oyundan, rəqibdən asılı olmayaraq hər oyundan sonra qələbə istəyirik və təbii ki, bugün azarkeşlər Liverpoolla oyunda da qələbə istəyirlər, amma olmasa belə, yəni heç kim Liverpoola uda bilmədi deyə Qarabağa bir söz deyə bilməz və düşünürəm ki, bu amil komandanın üstündə təzyiq yaratmır. Ona görə də düşünürəm ki, bugün futbolçularımız özlərinin ən yaxşı oyunlarını keçirəcəklər. Qarabağ bugün bizə indiyə qədər gördüyümüzdən daha yaxşı bir Qarabağ göstərəcək, bunu düşünürəm. Və həmçinin Anfield Roadda futbol oynamaq məncə hər bir futbolçunun arzusudur və bizim futbolçularımız da bu arzuya çatdıqları üçün daha özlərini şanslı hiss etməli və anın dadını çıxarmalı, ən gözəl şəkildə meydanda bacardıqlarını göstərməlidirlər. Düşünürəm ki, bu inşallah belə də olacaq. Şəhərdəki hava-havaya gəlincə isə burada hələ saat təxminən 11-dir. Oyuna təxminən 9 saat qalıb və hələ indidən futbol havasını hiss eləmək olmur, amma oyuna təxminən 4 saat qalmış bu radələrdən etibarən şəhərin mərkəzindən stadiona doğru gedən küçələrdə insan seyrinə rast gəlmək olur. Qırmızı paltarlı insanlar bütün küçələr boyu Anfielddə doğru hərəkət edirlər. Ərazidəki küçələrdəki bütün kafelər, barlar, publar dolur. Bileti olanlar stadiondan, olmayanlar isə həmin məkanlardan futbolu izləyirlər. Yəni ingilislər üçün futbol nə deməkdir? Bunu zaten bilirik. Onlar rəqib seçmirlər. Onlar üçün fərqi yoxdur, onların rəqibləri Real Madriddir, yoxsa Qarabağdır. Onlar eyni şəkildə komandalarını dəstəkləyirlər. Ona görə biz bugün Anfielddə həmişəki Anfield havasını görə biləcəyik təbii ki. Və ümid edirəm ki, səfər azarkeşləri, yəni 1200-ə qədər Qarabağ azarkeşi olacaq. Düşünürəm ki, onlar bugün Qarabağa səfərdə olduğunu hiss etdirməyəcəklər və düşünürəm ki, səfər azarkeşləri olaraq Anfielddə öz sözümüzü deyə biləcəyik. Və sonda ümid edirəm ki, maraqlı, baxımlı bir oyun olacaq və ümid edirəm ki, Qarabağ növbəti mərhələyə adlayan tərəf olacaq. Təşəkkür edirik biz Sevinç Məmmədovaya. Qoşuluram Ayda dediklərinə və əslində Sevinç xanım üçün bu oyunun dəyəri daha çoxdur. Məsələn, sən bayaq bağlantının əvvəlində dedin ki, azarkeş olaraq Qarabağın azarkeşləri Liverpoolda yaşayır. Bir düzəliş eləyim. Sevinç Məmmədova Qarabağla yanaşı Liverpoolun da qatı azarkeşidir və insan, mən düşünürəm ki, dünyanın hazırda ən xoşbəxt insanlarından biridir. Bu hissi yaşayır və bu hissi bir var doğma Bakıda yaşayırsan, bir də var hazırda yaşadığın şəhərə sənin sevimli komandan gəlir. Öz ölkəndən sevimli azarkeş olduğun komandan gəlir, həmin şəhərin digər komandasına qarşı və sənin azarkeşi olduğun komandaya qarşı oynayır. Ümumiyyətlə, mənə görə arzuların arxasıca getməyi
bir insanın özünə verdiyi ən böyük sözdür. Və bugünkü də Sevinç xanım bunun bariz nümunəsidir. O sözü tutub, arzuları onu aparıb həmin cığırına Liverpoola aparıb və bugünkü gündə Liverpoolda daha bir azarkeşi olduğu, əsl azarkeşi olduğu, birinci nömrədə olduğu azarkeşi olduğu komanda qonaq gəlir həmin şəhərə. Mənə qismət nə deyim? Sənə qismət. Sağ əli sənə bax. Sən bu arada